Goranboyda əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün meliorativ tədbirlər uğurla davam edir. Bu məqsədlə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Goranboy su meliorasiya sistemlərinin istismar idarəsi tərtib olunmuş tədbirlər planına uyğun olaraq işlər aparılır. Əkin sahələrinin suvarılması üçün 986 ədəd subarteziyan quyusu, 16 ədəd nasos stansiyası və suvarma kanalları istismar olunur. Bu qurğuların daimi saz vəziyyətdə işlənməsi üçün cari ilin əvvəlindən 113 ədəd subarteziyan quyusunun nasosları cari təmir olunub. 6 ədəd yeni nasos alınıb, subarteziyan quyularına quraşdırılıb. Rayon ərazisində 61.700 hektar əkin sahələrinin suvarılmasına 2356 kilometr suvarma kanalları ilə xidmət göstərilir. 118 kilometr beton üzlüyü almış suvarma kanalları, 79 kilometr qapalı boru xətti, 2159 kilometr torpaq məcralı suvarma kanallarına lildən və çol-çosdan təmizləmə işləri aparılır. 2026-cı ildə də rayonda bir sıra əsaslı və cari işlərin görülməsi planlaşdırılır. Belə ki, rayonun ərazisində olan məhsuldarlığın tamamilə itirilmiş 22 ədəd subarteziyan quyularında aparılacaq əsaslı təmir işləri üçün layihə smeta sənədləri hazırlanıb. Həmin subarteziyan quyularının əsaslı təmir işlərinə başlanılacaq. İstismar müddətini çoxdan başa vurmuş Borsunlu nasos stansiyasının 2 pilləsinin 1020 mm-lik boru xəttinin bu il 400 metri yenisi ilə əvəz olunması nəzərdə tutulub. Görülən kompleks meliorativ tədbirlər suvarmanı yaxşılaşdırmaqla bərabər əkin sahələrindən yığılan məhsulun artımına səbəb olub. Sağ olsun dövlətimiz, kənd təsərrüfatına qayğı göstərdiyinə görə bu dolanışımız bu kənd təsərrüfatındandır. Keçən məhsullarımız yaxşı idi, pis deyildi. Bu il ondan da yaxşıdır. Suvarmamız kanalın vasitəsindəndir, çay vasitəsindən, artisan vasitələrindəndir. Yəni dolanışığımız budur da, kənd təsərrüfatının əkinimiz neçə illərdir bununla məşğuldur. Goranboy su meliorasiya sistemlərinin istismar idarəsi Səfikürd kəndində 3 ədəd 1000 kubmetrlik, Qazanbulaq qəsəbəsində 1 ədəd 1000 kubmetrlik, Veysli kəndində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə 2 ədəd 1000 kubmetrlik və 2 ədəd 500 kubmetrlik su anbarlarına, 8 ədəd su çəninə, 13 ədəd subarteziyan quyusuna, su xətlərinə və kanalizasiya xətlərinə xidmət göstərir. Rayonun Ağzakənd qəsəbəsi şəbəkə qurulduqda metal boru ilə çəkildiyindən uzun müddət istismar olunan boru xətləri korroziyaya uğramışdır. Hal-hazırda Ağzakənd qəsəbəsinin Sahil Kərimov küçəsində 130 metr boru xəttinin, metal boru xəttinin D50 mm-lik korroziyaya uğramış hissəsi D63 mm-lik polietilen boru xətti ilə əvəz olunur. Qeyd edək ki, Goranboy rayon ərazisində 24 metr 160 mm-lik polietilen borularla kanalizasiya xətləri çəkilərək magistral şəbəkəyə qoşulub. İçməli su və çirkab su xidmətində 37 ədəd qəza baş verib ki, bunların da hər biri operativ olaraq aradan qaldırılıb.